Cəmiyyətin illərlə həssas yanaşdığı, bəzən zarafata saldığı, bəzən də yanlış nümunələrlə qorxudaraq böyütdüyü bir anlayış. Qaynana-gəlin münasibətindən danışırıq bugün. Halbuki bu münasibət rəqabət deyil, anlayış münasibəti olmalıdır. Biz gəlin olaraq evə yeni gələndə sadəcə bir ailəyə yox, bir tarixə, bir qayda sisteminə daxil oluruq. Bu zaman anlayış istəyirik. Amma eyni zamanda bizdən də anlayış gözlənilir. Qaynana isə illərlə qurduğu ailə sisteminə bir nəfərin daxil olduğunu görür. Bu ona həm sevinc, həm də biraz qorxu gətirir. İtirmək yox, bölüşmək hissi ilə qarşılaşsa, münasibət gözəlləşir. Əslində bu münasibət qaynana-gəlin deyil, ana-qız münasibətinə çevrilsə hər şey yaxşı olar ki, mənim fikrimcə isə qaynana gəlinə heç vaxt ana, gəlin isə qaynananın heç vaxt qızı olmur. Çünki həqiqətən də mənim özümə də maraqlıdır. Mən bir ana olaraq qız böyüdürəm və mənim qızımla aramda, münasibətlərimdə bəzən dava, bəzən sevgi, münasibətlərimizdə çox qarşılıqlar olur ki, mənim özümün də anamla münasibətimdə bu hallar yaşanıb. Ona görə də ana ilə qız arasında olan münasibət, olan dava, olan söz-söhbət heç vaxtda heç bir yerə yayılmır, amma qaynana ilə gəlin arasında cüzi bir münasibətdə dəyişiklik artıq bütün qohum-əqrəbə, bütün ətraf bunu bilir. Ona görə də deyirlər ki, qaynanadan ana, gəlinnənsə qız olmaz. Bu fikirlə razısınızmı? Bəzən mənə deyirlər, bəxtəvər adamsan, tək yaşayırsan, bütün işləri özün görürsən, hər bir şey sənin özünə aiddir, qaynana ilə yaşamırsan. Amma bunu deyənlər bilmir ki, mən ilk gəlin köçəndə qaynanamın qaynanası evinə gəlin köçmüşəm. Həmin ailədə qaynanam, qaynanamın qaynanası, qaynanamın qaynatası, yoldaşımın əmisi, yoldaşı, 6 övladı və o ocaq, köş ocaq, baba ocağı olduğuna görə bütün nəvələr də günorta yeməyini həmin evdə olurdular. Mən o evdə yaşayaraq, o evin təmizliyini də görmüşəm, o evin çətinliyini də görmüşəm və bugünkü gün mən tək yaşayıramsa, o demək deyil ki, mən həmişə azad olmuşam, xeyr. Mənim bu günə qədər çox çətinliyim olub. Bildiyiniz kimi evsiz də olmuşuq. Böyük ailədə, balaca evdə də yaşamışıq. Çox çətinliklər görərəkdən mən bugünkü gün hal-hazırda öz evimiz, öz şəraitimi qurmağa çalışıram. Bu gün qaynanam bizlə yaşamasa da, məni tanıyanlar hər kəs bilir ki, mən evdə böyüyün olmağını çox xoşlayıram. Bugünkü gündə başımızın üzərində qaynanamın yeri var, qapımız da hər zaman üzünə açıqdır. Hər iki tərəf sevgidən danışmağa başlayırsa, orada qarşılıqlı hörmət böyüyür. Çünki biz unuduruq. Bir gün biz də qaynana olacağıq. Videom xoşunuza gəldisə bəyənməyi, rəy yazmağı, paylaşmağı unutmayaq. Rəylərinizi gözləyirəm. Fikirləriniz çox maraqlıdır.